Kendinize iyi bakın. Bunlar geçecek. Səhər saatlarında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu'nun ilk görüntüləri üzə çıxıb. Başkanım, her şey güzel olacak. Görüntüləri Türkiyəli siyasətçi Barış Yarkadar sosial şəbəkə hesabında paylaşıb. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu'nun şəriki olduğu şirkətə həbs qoyulub. Bu haqda TRT Xəbər məlumat yayıb. Qeyd edilib ki, şirkət İstanbul Baş Prokurorluğu tərəfindən açılan araşdırma çərçivəsində prokurorluğun tələbi və növbətçi cinayət hakiminin qərarı ilə nəzarətə götürülüb. Əlavə edək ki, İmamoğlu və 99 şübhəli barəsində cinayətkar təşkilatın lideri olmaq, cinayətkar təşkilata üzv olmaq, qəsb, rüşvət alma, ağır fırıldaqçılıq, qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi və tenderi saxtalaşdırmaq cinayətləri ilə bağlı istintaq başlanılıb.